360 derece canlı Azerbaycan'da. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين اللهم صل على محمد وآل محمد وعجل فرجهم ولا نادهم أجمعين اللهم عجل لوليك الفرج. Değerli Zəhra TV izləyiciləri, Allahın salamı, rəhmət və bərəkəti hər birinizin üzərində olsun. Allah Teala zamanı imamının zuhurunu təəccül etsin, sizlər və bizləri zamanı imamının layiqli xidmətçilərindən qərar versin. Değerli izləyicilərimiz, bildiyimiz kimi artıq sayılı günlərdən sonra İslam dininin ən böyük bayramı olan Qədirxum bayramı daxil olur. Hansı ki, məhz Qədirxum günündə Allah öz dinini kamil etdi. Allah öz dinini kamil bir formaya saldı. Nə ilə? Əmirül-Müminin Həzrəti Əli əleyhissalamın vilayətini aşkar etməklə ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmə ki, buyurur, sənə nazil olan insanlara çatdı. Əgər bunu etməsən, Peyğəmbərlik risaləti yerinə yetirmiş olmarsan ki, Maide surəsindəki bu ayələr keçir. Bu, Əmirül-Müminin Həzrəti Əleyhisselamın ki, vilayəti bütün İslam ümmətinin, müsəlmanların, əhl-i-beyt sevərlərin ən böyük və İslamın ən böyük bayramı kimi qeyd olunur. Və inşallah ki, Allahın izni ilə bu mövzunu biz dəyərli qonağımızla, Kərbəlayı qardaşımızla, Məddaq qardaşımızla ki, müzakirə edəcəyik və onun da səsindən ki, inşallah ki, faydalanaraq Allahın izni ilə bizimlə qalın. 360 derece canlı Azerbaycan'da. Bəli, inşallah ki, Kərbəlayı Coşqun qardaşımızı, Məddaq Coşqun qardaşımızı dəvət edirik efirə. Bəli, Coşqun Cəfəri qardaşımızı dəvət elədik Allahın iznindən. Kərbəlayı, selamun aleykum və rəhmətullah. Və aleykum assalam və rəhmətullah, əziz qardaşım. Allah razı olsun, təşəkkür edirəm. Allah razı olsun. Əvvəla dəvətimizi qəbul elədiyiniz üçün sizlərə minnətdarlıq edirik ki, bu gözəl günlərdə ki, inşallah ki, Əmirül-Müminin vilayətinin günüdür, Qədirxum günüdür, günlər daxil olur. Bu günlərdə bizim dəvətimizi qəbul elədiyiniz üçün biz sizə minnətimizi bildiririk inşallah. Təşəkkür edirəm, Kərbəlayı, minnətdarım sizə, kollektivizə, rəhbərçiliyə təşəkkür edirəm və öz növbəmdə başda zəmanəmizin imamı, İmam Zamanov olmaqla bütün Əhl-i-Beyt aşiqlərini, Həzrət Əli əleyhissalamın aşiqlərini təbrik edirəm bayramın. Allah bizi dünya və axirət Əhl-i-Beytdən ayrı salmasın inşallah. Allah razı olsun, değerli kardeşim. Allah salamat eləsin. Həqiqətən sizinlə xoş oldu. Bu gözəl verilişdə, bu gözəl mövzu ətrafında sizinlə həmsöhbət olmaq. Əminəm ki, bizim üçün də izləyicilərimiz üçün çox xoşdur. Vaxtı çox uzatmadan inşallah ki, bir neçə sual zikr edib. Bu sual ətrafında biraz fikirlərimizi bölüşdükdən sonra Allahın izni ilə inşallah ki, sizin də gözəl səsinizdən faydalanarıq Allahın izni ilə. Deməli, dəyərli qardaşım, Kərbəlayı, Qədirxum bayramı hansı hadisəni yadımıza salır? Biraz bu barədə inşallah ki, məlumat verərdiniz bizlərə. Allahın izni ilə qarşılıqlı şəkildə müzakirə edəcəyik. Bəli, Qədirxum İslam aləmində ən mühüm bayramlardan biri hesab olunur. Qədirxum bayramı bizə və ümmətə onu bəyan eləyir ki, Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Zilhicdə son həcc ziyarətini tamamladıqdan sonra Qədirxum səhralığında ümmətə bir mesaj göndərərək orada ziyarətdə olan insanlar ki, cəm olur o Qədirxum səhralığına və Peyğəmbər Həzrəti Əli əleyhissalamın özündən sonra ümmətə rəhbər seçilməsini insanlara çatdırır və orada Peyğəmbərimiz buyurur ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Əlini sevən məni sevər, məni sevən Allahı sevər. Əliyə düşmən olan mənə düşmən olar və mənə düşmən olan Allaha düşmən olar. Və Peyğəmbər buyururdan sonra sizlərə rəhbər Həzrət əleyhissalamdır. Allah razı olsun, dəyərli qardaşım. İnşallah ki, bir neçə əlavə də eləmək olar. Bildiyimiz kimi İslam dini təkcə
namaz qılmaqdan ibarət deyil, təkcə oruç tutmaqdan ibarət deyil. Eyni zamanda ilahi höccətlərə itaətin də önəm verdiyi bir dindir İslam dini. Və məsələ də bundan ibarətdir ki, insanlar hər zaman ilahi höccətlərlə sınağa çəkiliblər. İlahi höccətlərlə insanlar sınağa çəkiliblər. Namazla yox. Misal üçün, elə Məaric surəsinin əvvəllərini biz nəzərə yetirdiyimizdə ki, Allah Teala buyurur, Bismillahirrahmanirrahim. Səalə sailun bi'azabi vaqi'a lil kafirin laysa lahu dafi'a. Bu ayənin təfsirinə biz baxsaq, hansı ki, əhl-i-sünnə mənbələrində də qeyd olunur ki, bir şəxs gəldi Peyğəmbərin yanına, sallallahu aleyhi və səlləmin yanına, buyurdu ki, sən öz peyğəmbərliyi bizə elan etdin, biz sənə iman gətirdik. İndi də özündən sonra əmin oğlunu bizim başımızın üstünə qoymaq istəyirsən, bizə rəhbər qərar verirsən, bu sənin sözün, yoxsa Allahın sözüdür. Peyğəmbərimiz bir Allahın sözüdür. Və həmin şəxs deyəcək ki, bu Allahın sözüdür, sonra da Allah mənim başıma bir bəla nazil eləsin. Elə buna ayrılmışdı ki, Allah göydən onun başına bir daş nazil edir və həmən şəxs cəhənnəmə vasil olur. Baxsaq ki, namaz qılan insan idi, baxsaq ki, oruç tuturdu, həcc edir, amma gəldi, həqiqətdə o içindəki olan gizli küfür aşkara çıxdı. Nə zaman aşkar oldu? İlahi höccətə qarşı olan münasibətdə aşkar oldu. Yəni, Əmir-el-Mumininin vilayəti gerçək imanla saxta imanı biri-birindən ayırt edən bir vasitədir, bir nurdur. Necə ki, Müsnəd Əhməd ibn Həmbəldə Fəzailü Səhabədə bu keçir ki, Abdullah ibn Məsud deyirdi ki, biz Mədinədə olarkən münafiqləri Əliyə olan münasibətindən tanıyardıq. Kim ki Əliyini sevirdisə, bilərdi ki, bu adam mömindir. Kim ki ona qarşı buğz eləyərdisə, ona qarşı bir mənfi bir mövqe göstərərdisə, bilərdi ki, artıq həmən şəxs nədir? Münafiqdir. Yəni, imanı nifaqdan ayıran bir meyyardır Əmir-el-Muminin vilayəti. Əlhamdülillah ki, bu vilayətdəyik Allahın izni ilə. Mənim dəyərli qardaşım, bizim vaxtımız ki var, Allahın izni ilə. Biz çox istəyərdik ki, siz dəyərli Əhl-i Beyt məddahısınız. Əhl-i Beyt əleyhissalamı öz səsinizlə xidmət edirsiniz. Allah sizin ömrünüzə, səsinizə bərəkət versin. Çox istəyərdik ki, ilerleyen dəqiqələrimizdə Əhl-i Beyt əleyhissalamı, xüsusən Əmir-el-Muminini biraz mət edəsiniz və izləyicilərimiz üstünə bizim üçün də xoş olar deyə inanırıq. Buyurun Kərbəlayı can, söz sizindir. Çox sağ ol Kərbəlayı, təşəkkür edirəm. Allah bizi Mövla-i Əlidən ayrı salmasın. Allah bizi Həzrət Əli əleyhissalamın vilayətin nurundan ayrı salmasın. Bir anda belə olsun inşallah. Mən də Füzulinin bir gözəl qəzəli var, əzbər olmuşdur dilində. Namım ya Əli, mən kiməm? Aləmdə bir kəmtər qulamım, ya Əli. İnşallah bunu bir mət edərəm. Bütün Əhl-i Beyt dostlarına Allahın izni ilə bizlərdən inşallah hədiyyə olsun. Təşəkkür edirəm. Allah İmam-ı namımızın zuhurunu təəccüb qərar versin inşallah. Əzbər olmuşdur dilimdə şanlı namım ya Əli. Mən kiməyəm aləmdə bir kəmtər qulamım ya Əli. Şükür olan Allah'a kim sayə salıbdır başıma. Dövləti iqbal ilə lütfü müdamım ya Əli. Sən. Müzhəbi həqdən olan hər kimin hikmət mənasıdır. Müzhəbi həqdə olan hər hikmətin mənasıdır. Hikmətin kanı olayan hər bir kəlamın ya Əli. Kim nacət istər, kim nacət istər qiyamətdə gərəkdir saxlayan. Taəti haqq tək həmişə ehtiramın ya Əlim. Hər kəs istərsə cahanda
çərxidən alsın murad, kamət çatmaz, olmasa lütfü tamamın yalim. Lütfü süfrəndən sənin, lütfü süfrəndən sənin, hər ləhzədə min feyz alır. Bu füzuli bir dedər, həmd-i salamın ya Ali. Cismi də canım Alidir Ali. Tabu tavanım Alidir Ali. Cismi də canım Alidir Ali. Tabu tavanım Alidir Ali. Gözdəki nurum Alidir Ali. Həmdə qururum Alidir Ali. Mevla 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 Ali Ali Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali 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 Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali 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 Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali 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 Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali. Aleme rehber Ali'dir Ali. İslam'a rehber Ali'dir Ali. Zehra'ya hemser Ali'dir Ali. Bizlere Mevla Ali'dir Ali. Mevla 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 Ali Ali Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali 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 Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali. Əhsən, əhsən. Allah sizin səsinizə, ömrünüzə bərəkət eləsin mənim dəyərli Kərbəlayı Coşqun qardaşım. Allah sizləri müvəffəq eləsin. Allah sizləri Əhl-i əleyhissalamın yolunda, əleyhissalamın yolunda saçlı saqqalı ağaran xidmətçilərdən qərar versin mənim dəyərli qardaşım. İnşallah cümləmizin Xoş olsun o insanlara ki, onlar öz səslərini, ömürlərini, həyatlarını Əhl-i Beyt əleyhissalama adayırlar, Əhl-i Beytə sərf edirlər. Mənim dəyərli qardaşım, mən istəyərdim ki, inşallah ki, növbəti suallar ətrafında da biraz qısa da olsa danışaq. Ardınca yenidən sözü sizə verək ki, verilişin sonundan bir 4-5 dəqiqə ərzində də yenidən sizin səsinizdən faydalanaq Allahın izni ilə. Dəyərli qardaşım, nə üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qədrxanda insanları dayandırdı və mən kimin mövlasıyam, Sərəd onun mövlasıdır kəlamını dedi və bu kəlam nə məna daşıyır? Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Çünki əziz qardaşım, Peyğəmbər Həzrət Əli əleyhissalama buyurur ki, ya Əli, bizim aramızda bir fərq var, amma qalan fəzilətlərimiz eynidir. Peyğəmbər buyurur ki, mən Peyğəmbərəm, sən imamsan. Bəli, və Peyğəmbər buyurdu ki, ya Əli, əgər mən olmasaydım, bu bəşərdə ən layiqli insan, ən layiqli ümmətə rəhbər fəqət sənsən. Yəni, İmam Əli əleyhissalamın fəzilətlərindən danışsan ömür yetməz. Çünki Peyğəmbər Həzrət Əli əleyhissalamın İslamın yaşaması üçün çox şücaətləri var. Xəndək döyüşü və bir neçə döyüşlər var ki, Həzrət Əli əleyhissalamın o cihadı, o döyüşlər ki, İslamı yaşatdı. Yəni, Peyğəmbər Həzrət Əli əleyhissalamdan başqa layiqli bir kəs görmürdü, yəni rəhbər təyin eləsin. Elə ümmətə ən gözəl rəhbər, Kəbədə dünyaya gələn layiqli rəhbər elə Həzrət Əli əleyhissalamı ki, Peyğəmbər Həzrət İmam Əli əleyhissalamı. Çünki Allah seçmişdi Həzrət Əli əleyhissalamı. Allah Müteal
Həzrət Əli əleyhissalamın peyğəmbərdən sonra ümmətə rəhbər seçilməyi, elə bu da Allahın peyğəmbərə deyərdim ki, əmridir. Yəni. Elhamdülillah. Bəli, dəyərli qardaşım, inşallah ki, bir nəsə də əlavə eləyək. Ondan sonra yenidən sözü sizə verəcəyik ki, səsinizlə inşallah ki, biz Əhl-i Beyt əleyhissalamı biraz daha məd eləyəsiniz. Əvvəla bunu qeyd eləyək ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin insanları, yəni 120 min şəxsi sahabə onların içində var idi. 120 min sahabəni saxlamağının səbəb məhz bu ayədir ki, ey Peyğəmbər, sənə nazil olanı çatdır. Əgər bunu eləməsən, sanki bütün risalətini yerinə yetirməmiş kimisən. Yəni, bu çatdırılacaq olan məsələ nə idisə, bütün Peyğəmbərin bütün risalətinin nöqtəsi ona bağlı idi. Bu qədər önəmli bir məsələ idi. Və ardınca Allah Teala Peyğəmbərə buyurur ki, Allah səni insanlardan qoruyacaq, insanların pisliklərindən qoruyacaq, insanların vuracağı zərbələrdən qoruyacaq, zərərdən qoruyacaq. Yəni bu incəsi nəyə çatdırır? Əmir-el-Mumininin vilayətinin düşmənləri var. Elə o dövrdə Əmir-el-Muminin vilayətinin düşmənləri var, müxalifləri var. Əlhəmdülillah. Və digər məsələ bundan ibarət ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mən kuntu mevlahu fəhədə aliyyum mevla. Bu sözü deməmişdən öncə, bu arada bunu qeyd edək ki, Zəhəbi bu sözü mütəvatir bilir. Yəni mütəvatir həddədir bu söz. Fəmən kuntu mevlahu fəhədə aliyyum mevla. Bu söz mütəvatir həddədir. Bunu Əhl-i-Sünnə belə deyir. Əhl-i-Sünnə. Və Peyğəmbər bunu deməmişdən öncə bütün hədis mənbələrində keçir ki, bu ayəni zikr edir. Mən möminlərə onların özlərindən daha övla deyiləmmi? Yəni onlara daha üstün deyiləmmi? Peyğəmbərin üstünlüyü həm dünyavi məsələləridir, həm dini məsələləridir, həm axirət məsələlərindədir, həm siyasi məsələlərdir. Yəni bütün məsələlərdə Peyğəmbər rəhbər edir. Yəni biz deyə bilmərik ki, burada Peyğəmbər dostluqdan söhbət edir. Xeyr, belə bir şey yoxdur. Dini və dünyavi işlərdə rəhbərlikdən söhbət edir. Bunu deyir, onlardan deyir ki, bəli, deyirlər ki, bəli, eləsən. Ardınca bunu deyir ki, fəud təfrid ilə. Ərəb dili qrammatikasında fəud təfrid, yəni özündən əvvəlki olan cümlənin hökmünü daşıyır. Və buyurur ki, fəmən kuntu mevlahu fəhədə aleyhi mevla. Ən birisi dedi, mən möminlərə özlərindən daha övla deyiləmmi? Bu ayəni zikr edir. Deyirlər ki, bəli. Bunu deyəndən sonra deyir ki, fəmən kuntu mevlahu fəhədə aleyhi mevla. Mən kimin mevlasıyamsa, yəni mən kimin onun üzərində daha üstünəmsə onun özündən, həm dini işlərində, həm dünyavi işlərində, həm idarəçilik məsələlərində daha üstünəmsə ki, üstünəm, mən kimdən üstünəmsə, kimin üzərində övlayamsa, Əli də onun övlasıdır. Əli də onun mövlasıdır. Yəni, məndən sonra Əmir-el-Muminin xilafətidir. Bu söz birbaşa dini və dünyavi işlərdə rəhbərlikdən söhbətçidir. Bu da bizlərə aydın bir məsələdir. Bizim son hardasa belə dedim, 4-5 dəqiqə ərzində bir vaxtımız var. Mən çox istəyirəm ki, dəyərli qardaşım, siz də son olaraq Əhl-i Beyt əleyhissalamı biraz daha məd eləyəsiniz. Hər nə qədər məd eləsək də kifayət deyil, yetərsizdir. Allah üçün bu qısa vaxt ərzində də olsa Əmir-el-Muminindən oxuyub, Əhl-i Beytdən oxuyub bizləri və izləyicilərimizi şad edərsiniz inşallah. Ya Ali, buyurun. Çox sağ ol Kərbəla, siz o qədər gözəl izah elədiniz ki, Allah sizi var eləsin. Mən neçə dəqiqə vaxtım var, o dəqiqə ərzində mən inşallah xidmət edeyim. 4 dəqiqə vaxtımız var, buyurun, 4 dəqiqə vaxtımız var. Şakirəm, Xaliq-i Sübhanə, Əli şiyəsiyəm. Şakirəm, Xaliq-i Sübhanə, Əli şiyəsiyəm. Aşiqəm itrət-i Qur'anəm, Əli şiyəsiyəm. Mən vilayət bağının bülbülüyəm, şübhəməsam. Getmərəm özgə gülistanəm, Əli şiyəsiyəm. Anama qurban olum, anama qurban olum, şiyə yetişdirdi məni. Çataram qale iman, Əli şiyəsiyəm, Əli şiyəsiyəm. Allah
Muhammed ya Ali. Allah Muhammed ya Ali. Allah Muhammed ya Ali. Allah Muhammed ya Ali. Elini zikret müşkül kuşadı. Eliden iste hacet revadır. Elinin ilmine ilmi satmaz ey. Elinin ilmi Mustafa'dır. Elinin ilmi Mustafa'dır. Allah Muhammed ya Ali. Allah Muhammed ya Ali. Allah Muhammed ya Ali. Allah Muhammed ya Ali. Okur dervişler, haktan gelmişler, böyle demişler. Allah Muhammed ya Ali. Allah Muhammed ya Ali. Allah Muhammed ya Ali. Allah sizlerden razı olsun mənim değerli kardeşim. Allah sizləri salamat etsin. Bəli, Qədirxon bayramı İslamın bayaq da qeyd etdiyimiz kimi ən böyük bayramıdır. Çünki İslam dini nə orucla kamil olmalı, nə qurbanla kamil olmalı. Məhz vilayətu Əmirül Mömininlə kamilləşdi, kamil oldu. Məhz buna görədir ki, əgər Əmirül Mömininin vilayəti olmasa insanın namazına, nə orucunun bir faydası yoxdur. Əks halda xəvariclər də namaz qılırdı, xəvariclər də Quran oxuyurdu. Hətta hədislərdə buyurur ki, Rubbə təlil Qur'an vəl Qur'an yəl'anuhu. Nə çox Quran oxuyan var ki, Quran özü onlara lənət oxuyur. Əmirül Möminin Həzrət Əleyhisselam Kumeyllə bir yerdə keçirdi bir yerə. Kumeyl Əmirül Möminin soruşdu ki, Kumeyl niyə görə dayanmısan? Dedi, ya Əmirül Möminin Quran oxumağına heyran oldum o şəxsin. Əmirül Möminin buyurur ki, ey Kumeyl, kimin hansı hal üzərində öldüyünü görməmiş o insana hökm vermə. Nəhravan döyüşü olur. Nəhravan döyüşündə Əmirül Möminin Həzrət Əleyhisselam Kumeyli yanına çağırır. Ey Kumeyl, bu yerdə yatan şəxsi tanıyırsan, bu ölən şəxs. Deyir, yox. Deyir, bax, bu Quran oxumağına aşıq olduğun şəxs idi. Mənə qılınc qaldırdı və cəhənnəmə vasil oldu. Baxın, Əmirül Möminin Həzrət Əli Əleyhisselam ibadətlərin Allah üçün olub, yoxsa Allah üçün deyilmi? Bu sualı cavablandıran bir meyardır. Necə ki, hədislərimizdə də buyurur ki, ya Əli, sənə ancaq mömin sevər və sənə ancaq münafiq düşmənçilik eləyər. Əmirül Möminin Həzrət Əleyhisselam qasindir, cənnəti və cəhənnəmi bilən. Hətta Əhməd ibn Həmbel də bunu demişdi ki, qeyd eləmişdi ki, deyir, münafiq Əmirül Mömindən nifrət edir, cəhənnəmə gedir. Mömin sevir, cənnətə gedir. Cəhənnəmi və cənnəti bölünür. Bəli, bu kitablardan bunlar hamısı qeyd olunublar. Mənim dəyərli qardaşım, mən də minnətdarlığımı bildirirəm sizlərə ki, bizim dəvətimizi qəbul ediniz. Bu günlərdə öz səsimizlə bizləri və qəbul edin. Allah sizdən razı olsun. Verirəm, bayramınız mübarək. Cəmi beydaşı. Elhamdülillah. Allah razı olsun. Allah selamet. Sağ olun. Minnətdarım. Bəli. Bəli, dəyərli izləyicilərimiz, elhamdülillahi Rabbil alemin, Allahümme salli ala Muhammed və ali Muhammed və acil fərəcəhəm və lənədəhəm ecmaîn. ...360 derece canlı Azerbaycan'da